Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bugün sizlər üçün miksersiz, tez başa gələn, ətri bütün evi bürüyən, pambıq kimi yumuşaq piroq hazırlayacağım. Əvvəlcə qabın içərisinə 4 ədəd yumurta tökürəm. Qeyd edim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. Üzərinə bir cimdik duz, eləcə də 1 ədəd vanil əlavə edirəm. 200 ml stəkanla stəkan yarım şəkər tozu tökürəm və çırpıcı ilə yaxşıca qarışdırıram. Bir stəkan qatığın üzərinə 1 çay qaşığı soda tökürəm. Onu da ərzaqların üzərinə əlavə edirəm. Yarım stəkan duru yağ tökürəm. Daha sonra isə un əlavə edirəm. Unun üzərinə 1 çay qaşığı qabartma tozu tökürəm. Biraz qarışdırdıqdan sonra unun qalan hissəsini, eləcə də 1 dolu çay qaşığı darçın əlavə edirəm. Ərzaqları yaxşıca qarışdırıram. Belə bir qatılıqda xəmirimiz alınır. Soba listini əvvəlcədən duru yağla yağlayıram. Xəmiri soba listinin içərisinə tökürəm. Listin ölçüsü 30 cm-dir. Daha sonra xəmiri soba listinin hər tərəfinə bərabər şəkildə yayıram. Xəmirin üzərinə üyüdülmüş qoz ləpəsi, eləcə də küncüt tökürəm. Siz zövqə görə başqa quru çərəzlərdən də istifadə edə bilərsiniz. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Piroq tam soyuduqdan sonra kəsirəm. Kəsəndə də yumuşaqlığı hiss olunur. Əziz xanımlar, gördüyünüz kimi pambıq kimi yumuşaq bir piroq alınır. Bu qayda ilə hazırlayıb kremləyə də bilərsiniz, yəni zövqə görə tort kimi də süfrəyə təqdim etmək olar. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.